Bayram tətilində Şəkiyə gələn çoxlu insanlarla görüşdük. Sağ olsunlar, Xan Sarayının girişində ya da yolda görürdülər, yaxınlaşırdılar. Bəzi insanlar şəkil çəkdirirdi hələ. Orada əksəriyyətin dediyi o oldu ki, bizim çəkdiyimiz videolara baxıb Şəkiyə gəliblər və görürlər ki, Şəki həqiqətən də fərqliymiş. Bəzi problemlər var idi. Məsələn, ev muzeyləri ilə bağlı tətil günlərində bəziləri işləmirdi. Bu bir problemdir bizə görə ki, Şəkiyə turistin əsas gəldiyi vaxtlarda muzeylərin bağlı olması, hətta bəzi qonaqlar var idi, bizim videolardan baxıb bir neçə dəfə gediblər tətil ərzində, ardıcıl bir neçə gün yenə də bağlı idi bəzi muzeylər. Şəkinin hər görməli yeri haqqında bir video çəkmişik. Yəni bir insan şəhəri tamamilə görmək üçün bizim 50-60 dənə videomuza baxmalıdır. Bəzi insanlar sağ olsunlar bir-bir oturub izləyiblər hamısını. Amma bu işi insanlar üçün asanlaşdırmaq lazımdır. Çünki görməli hansısa bir yer haqqında biz keçən il çəkmişik videonu. Kanal axırı kimi belə səhifələməlidirlər. Bu cəhətdən sizin işinizi asanlaşdırmaqdan ötürü yaxın zamanlarda 2 dənə video çəkəcəyik. Birincisində Şəkinin bütün görməli yerlər haqqında çox qısa 1 dəqiqəlik videoda məlumat verib yerlərin hamısının siyahısını sizə ötürəcəyik. İkincisində də Şəkiyə gələndə piyada bir turu necə eləyə bilərsiniz ki, şəhərdəki demək olar 90% görməli yerlərin hamısının yanından keçəsiniz. Onu da inşallah yaxın zamanlarda videosunu çəkəcəyik. Bir də belə şəhərdə dediyimiz kimi bizi görən, yaxınlaşan izləyicilərin dediyi xüsusi şeylər var idi. Bəzi kəndlərə getmək, gəlmək məsələsində tam marşrut bilinmir. Qatarla Şəkiyə gələnlər gəlib çatırlar səhər 6-da tutaq ki, gediləsi yerlər çox da yoxdur. Səhər yeməyi bəzi yerlərdə verilmir və s. belə. Onlarla da bağlı yenə detallı videolar çəkəcəyik. Buradan da yenə təkrar təşəkkür eləmək istəyirik. Yəni insanların küçədə bizi görüb, yaxınlaşıb şəkil çəkdirməsi ya da müsbət şeylər deməsi çox fərqli hissdir. Deyəsən yavaş-yavaş məşhur oluruq. Bizi izləməyə davam edin.